Kişilərdə cinsi istək niyə azalır? Bunun əsas səbəblərindən biri testosteron hormonudur. Çünki testosteron hormonu çatışmayan kişilər özlərini yorğun, gücsüz, halsız hiss eləyirlər və əsasən də qadınlarda estrogen hormonu olduğu kimi kişini də ayaqda saxlayan, onu güclü edən testosteron hormonudur. Testosteron hormonu təkcə kişinin cinsi aktivliyini qorumaq üçün deyil, ümumiyyətlə kişinin həyat eşqinin sönməməsi üçün lazım olan bir hormondur. Bu hormon azalanda kişi özünü həm də qocalmış, əldən düşmüş kimi hiss eləyə bilər. Testosteron hormonunun azalmasının bir çox səbəbləri var, amma müasir araşdırmalarda məlum olub ki, D vitamini az olan kişilərdə də testosteron hormonu aşağı düşür. Türkiyədə aparılan bir araşdırmada 200 nəfərə D vitamini veriblər gündəlik və bir neçə aydan sonra həmin kişilərin testosteron hormonu ciddi şəkildə artıb. Digər 200 nəfərə isə plasebo effekti şəklində veriblər. Yəni dərman deyil, boş dərman veriblər D vitamini əvəzinə ki, görək bu plasebo effektidir, yoxsa həqiqətən də D vitamini testosteronu artırır. Həmin o boş dərman verilən kişilərdə isə heç bir dəyişiklik olmayıb, D vitamini də artmayıb, eyni zamanda testosteron hormonu da eyni vəziyyətdə qalıb. Adətən D vitamini 30-dan aşağıdırsa, bu ciddi defisit sayılır. Onda artıq həkimlər yüksək dozada D vitamini tövsiyə eləyirlər. 30-dan 50-yə qədər, belə deyək də, orta çatışmazlıq sayılır və onda gündəlik D vitamini dozası verirlər. Azərbaycanda satışda olan D vitaminlərinin əksəriyyəti yağ formasındadır. Yağlı D vitamininin qəbulu bir qədər çətin ola bilir və yaxud da onu nəyəsə qatıb içməlisən, ürək bulanma falan verə bilir. Amma tablet halında da artıq var Azərbaycanda. 50 minlik vahiddə D vitamini var. Bu multizan D3-dür. Əgər sizdə ciddi defisit varsa, həkim məsləhəti ilə 8 həftə multizan D3-ün 50 min vahidini qəbul edirsiniz. Ondan sonraki həftələrdə isə 10 minlik vahidini qəbul edirsiniz. Yəni həftədə bir dəfə 10 min qəbul. Və bu iki qutu multizan D3 sizin 1 illik D vitamini ehtiyacınızı ödəyəcək. Düzdür, deyə bilərsiniz ki, bunu qidalardan və yaxud da günəşdən ala bilmərikmi? Ala bilərsiniz. Azərbaycanda günəş şüaları adətən may ayından aktivləşdirir. Sentyabr ayından sonra da ultrabənövşəyi şüaları yerə az düşür. Ona görə də D vitaminini biz kifayət qədər ala bilmirik. Adətən artıq yay bitəndən sonra, bir neçə aydan sonra bizim D vitamini ehtiyacımız artır və ona görə də bunu qida əlavələri ilə əvəz etməliyik.